Salam dəyərli izləyicilər, mən Kamil Mösümov yeni test toplusundan fərqli suallardan birinin izahını paylaşacağım. Deməli, ədədi silsiləsində n25 olduqda silsilənin qiyməti olub -16 qeyd edirəm. A25 bərabərdir -16-ya. n1 olduqda, yəni A1 bərabərdir. Silsilənin qiyməti olub o zaman 80 qeyd edirəm. Və bizə lazımdır bu ədədi silsilənin sıfıra bərabər olan həddi nömrəsi. N'inci həddi bərabər olsun sıfıra, yəni ayın bərabərdir 0. Ayın əsas üstünü açsam, nə yazacam o zaman? A1 plus n çıxılsın 1 vurulsun d bərabərdir 0. A1 var, öncə bizə d lazımdır. D bərabərdir. 2 hədd varsa silsilə fərqini tapa bilərik. D bərabərdir A25 çıxılsın A1 bölünsün 25 çıxılsın 1. Bu da bərabərdir. A25-in qiyməti -16 çıxılsın A1 yəni 80 bölünsün 25 çıxı 1 24. Bu da bərabərdir. -16 -80 -96. 24-ə bölsəm olacaq -4. D-ni tapdım. A1 də şərtdə verib. Gətirib bu ifadədə yerinə yazacağım. Deməli, A1-in əvəzinə yazıram 80 plus n çıxılsın 1 vurulsun d. D-ni də tapdım neçəsində? D -4-dür. Qeyd edirəm. -4 bərabərdir 0-a. Yenidə yazıram 80. Vurub atsam çıx 4-in. Bunu vurdum n-ə. -4-ü -1-ə vursam əslində olacaq -4 bərabərdir 0-a. Buradan almış oluram əslində. 84 çıxılsın 4n bərabərdir 0-a. 4n bərabərdir 84, n özü bərabərdir 84 bölünsün 4, yəni 21-ə. Deməli, silsilənin 21-ci həddi 0-a bərabərdir.